Bu il Bolnisdə kəndə dəstək proqramı ilə kəndlərdə həyata keçiriləcək layihələr üçün 728 min laridən çox pul ayrılıb. Bolnis kəndlərində 2026-cı il üçün kəndə dəstək proqramına başlanılıb. Onun çərçivəsində yerli hökumət nümayəndələri Poladauri, Samcebrisi və Bolnis kəndlərinin sakinləri ilə görüşüblər. Görüşlərin məqsədi kəndlərin ehtiyaclarını və prioritet layihələri müəyyən etməkdir. Bu il Bolnisdə kəndə dəstək proqramı çərçivəsində həyata keçiriləcək layihələr üçün 728.460 lari ayrılıb. Bugün kəndə dəstək proqramı ilə əhali üçün görüşlərə başladıq. Poladauri, Samcebrisi və Bolnis kəndlərində olduq. Hər kənd üçün proqramla 12 min lari ayrılıb. Ehtiyac ilə yerli büdcədən də məbləğ əlavə olunur. Kəndlərdə əsasən 2-3 variant irəli sürürlər və aralarından ən ehtiyac duyduqlarını seçib qərar verirlər. Biz gəlmişik ki, sakinlərlə görüşək, onları narahat edən problemlərlə tanış olaq. Onların iştirakı ilə proqram daha maraqlı alınır. İllərdir bu proqramı həyata keçiririk. Məqsədimiz onun daha da inkişaf etdirilməsidir. Görüşlərdə kəndlərin sakinləri əsas problemlər kimi su, yol və ictimai infrastrukturun yaxşılaşdırılmasını dilə gətirdilər. Dedilər ki, bu tendensiyalar gündəlik həyatda ciddi çətinliklər yaradır və vaxtında həll yolları tələb edir. 12 min lari bu bizim üçün elə bir böyük puldur. Onunla iki planı yerinə yetirmək olmaz. Yəni həm körpünün yolunu, həm də qavursanlığın qırağını düzəltmək mümkündür. Ancaq 12 min lari ilə ola bilər ki, bir balaca qəbirstanlığın yanında iş görülsün. Qaldı iki kənd arasında olan münasibəti olar, düzəltmək olar. Yəni 24 min lari yenə bir şey düzəltmək olar. Bu il bizdə olsa, gələn də orada olar. Bunu düzəltməyə hökumətin özü daha da yaxşı bilir. Daha da özləri belə dəkinək düzəldərlər və xalqda qane olar həmin məsələyə, həmin pula. İndi bizim körpüyü qarıblar sağ olsun. Oraya qədər gələn yolumuz çox bərbaddır. Oraya ya asfalt, ya beton nə lazımdır onu tökmək lazımdır. Əgər imkanı olarsa da elə bax bu yolda, bu çıxan yolda qarmaq lazımdır. Bir də qazımız gəlsə yaxşı olar. Qaz gəlsə çox yaxşı olar. Biz odun yandırırıq, əziyyət çəkirik. Odun da 1000 manatdır bir maşını, iş yoxdur. Redoval öyümüz var, onu düzəltsin. Heç bir şey bizə lazım deyil, başqa şey. İndi pul çatır, çatmır, bilmirəm, gəlsin. Ya xatya bu fundament qoyuldu, xatya bu gəlsin, bir düzəltsin bu şey. Biz ondan razıyıq. Xatırladaq ki, kəndə dəstək proqramı sakinlərə öz kəndlərində həyata keçiriləcək bir prioritet layihəni müəyyən etməyə imkan verir.